Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə maşın bazarından salamlayıram. İndi isə maşınların qiymətləri ilə maraqlanaq. Qardaş, xeyirli olsun. Sağ ol, çox sağ ol. 07 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin, bilək necə maşındır? 2010 bez detal. Biraz uca səslə eşidə bilmirəm. 2010 bez detaldır. 2010'un maşını. Sok kraskası var. Belə demək olar ki, bez kraskadır maşın. Maşının heç bir problemi yoxdur. 2010 9.5. 9.5 deyilir. Maşınımızı. Motoru saat kimi, karovka elə. Heç bir problemi yoxdur. 2012-nin dəndəni qoymuşam zavod. Sonra 6 kolonkası orijinal, həm aparaturası, mebel rolu, nə bilim. Yəni cavan stili yığılıb da, maşın boş maşındır, sıf dolu maşındır. Nə vaxtdan sizdədir maşın? 6 aydır. Öz adımızadır. Etibarnamə deyil də, aform elətdirmisiniz. Texniki baxış sığortası varmı? Hamısı var. Alandan sonradakı xərcləri siz çəkmisiniz. Hə, xərclərlə. Motoru yığdırmadınız? Yox, motor açılmır. Yağ azaltma yoxdur deyirsiniz. Yox, heç 1 qram. Yağ yemə, həm Karabkadan yaxşıdır? Heç bir şey. Atması yoxdur? Heç bir şey. Diferdə səs yoxdur? Diferdə çıqqıcıq uğultu var, o da xərcindən çıxılacaq. Da heç demək olar ki, yoxdur. Xəstəlik deyilmi o? Hə, 07'lərdə olan. Bunların hamısında var o, hə. Tək bundadır. Polda zədə yoxdur altında? Yox, motorxanadır, maşının altıdır, kuzan iç opşi bez kraskadır. Altı təmiz bez kraskadır, hə. Danqrat yerlərində zədə yoxdur? Yox, heç birində. Maşın heç bir altında, üstündə 1 qram nədir, belə pas, çürük, heç bir şey yox. Peredok necə? Səs-küy yoxdur? Saat kimi, yəni təzə yox. Təkərlərdəki normaldır, hə? Təkərləri hə, yaxşı, qəşəngdir. Təzə kimi bir şeydir, 180 var. Deyirsiniz, kraskada oradan-buradan vurulubdur. Hə, dəyişiləndə onda yoxdur. Qapılar məsəl üçün bez kraskadır. Yəni yufqa da olsa heç kraskalanmır. Vurğu varmı maşınınızın? Yox, olmuyor. Şüşələr yaxşıdır. Hə, hamısı qırıq-çat yoxdur. Bircə dənə ön alın şüşəsində nə qədər deyək də, qələmin ucu boyda bir dənə çıt dağı var. Hə. Çıtın da üstünə nəsə yapışdırmısınız, balaca bir orada da çatı zadı heç nə yoxdur. Ləkədir bir dənə balaca. Oturacaqlar təmizdir, eləmi? Təmizdir, hə. Yan şüşələrdə düymə ilə qalır. Hə, hamısı önlər. 2 qıraqda podiumdur. Maşınımızın var, pultu da var, qapıları pultla açıb bağlayır. Amerikan kassası hər bir şey var. Qapısını örtəndə işıqlar avtomatik yanır 15 saniyəlik. Yəni yığılıbdır. Aparatura da bahalıdır yoxsa? Bəli. Tək aparaturasına 500 manat xərc qoyulubdur. Maşınımızın öz qiyməti neçədir? 9.7 deyirəm, real alıcı ilə söhbət edir. Yəni qiymətində endirim olur. 9700 manat. Bəli. 07 üçün bahadır, hə? Yoxsa həvəskarları var? Hə də indi həvəskarları indi özü baxan. Endirim eləsən neçə? 9-a vermək olmaz? Yox. Neçədir son fikir? 9.5. 9500. Bəli. Əlaqə nömrəsini xatırladın? 051 381 3509. Harda baxa bilərlər? Xəsli kəndində. Bərdədədir maşın. Bərdə maşında. Uğurlar arzu edirəm. Sağ olun, çox sağ olun. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ ol. Maşınımız Kia Sorento. Buyurun, məlumat verin. Bilək necə maşındır? 2.5 turbodur. İli 2006-dır. Dizeldir. Nə vaxtdan sizinkidir bu maşın? 5 ildir məndədir. Aformut olmuş olar Bəli, aformut öz adımadır. 4 çəkəndir. İldə 2006-dır. İli 2006-dır. 4 çəkəndir. Qabaq da çəkir, dal da çəkir. Maşın motor karovka ideal vəziyyətdədir. Kosmetika ehtiyacı var. Biraz deyib belə yerlərində lakı gedib. Yəni kondisioner işləyir. Sideniya qızdırıcılar var. Bütün luku işləyir. Universaldır. Maşında heç bir problem yox. Full versiyasıdır da bu maşın. Full versiyası. Sənədlər qaydasındadır. Sənədlərin hamısı. Texniki baxışı, sığortası. Bəli, hamısı var. Qəşəng. İstəyən adamadakı birlik etibarnamə verirsiniz. Bəli, etibarnamə. Xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Mən düzəltdirmişəm qranatlarını. Qranatını düzəltdirmişəm. Ondan sonra kondisionerini düzəltdirmişəm. İdeal vəziyyətdə işləyir hamısı. Motorunu yığdırmadın, motorunu. Motor karovka super, ideal vəziyyətdə. 280 min göstərir. 280 min gedir. Hamısı problem. Açılıb yığılıb yoxsa mühərrik? Yox, zavoddur. Zavod. Yağını vaxtında dəyişirəm. Yağ azaltma, səs. Heç qramda, heç bir problem yox. Nə qədər yanacaq yandırır? Belə götürəndə asfaltda sürətə baxır da. Normal sürətlə belə 5-6 belə 100-ə
Aha, yaxşıdır ki. Yaxşıdır. Mən dedim 10 litr yandırar. Yo, dizel 2.5 motorlu turbo. Aha, korobkası avtomat korobka. Korobka minus plus avtomat. Gecikmə pil. Heç bir problem yox. Heç bir problem yox. Aha, qəşəng. Diferlər necə? Diferdə super vəziyyətdədir. Səsi küyü yox Heç ki. bir səsi yox. Heç Qranatlarda deyirsiniz, Qranatları da yaxşı. təzə dəyişmişəm, hamısı super vəziyyətdə. Ümumilikdə maşınımızın altında səsi küyü yoxdur ki. Heç bir şey, hamısını əlimdən çıxartmışam. Zədə yoxdur polda. Polda heç bir çürüyüb, Çürük pas. bir damcı da çürüyü yoxdur. Rama ilə də bunda çürüyü ola bilməz. Qəşəng. Təkərlər normaldır. Təkərlər də normaldır, nə belə Hələ sür- işlətmək işləm- olar. işlətmək Arxalar olar. bilən biraz zəifləyib. Hə, Maşınımızın dəyişilənləri deyirsiniz. dəyişən heç bir şey yoxdur. Hamısı zavod üstündədir. İndi də müəyyən hissəsində elə biləm zədə də var idi. Hə, müəyyən yerində var, o da yəni gözdən görünən şeydir də, onu o Kraska vurulub əvvəllər. Kraska vurulmuyub, yox. Deyib, ham görünür. Müəyyən yerlər var da, deyib bax bunlardır. Hamısı gün şey eləyər, laklarını öldürüb. Deyib bax bunlardır. Baba, Aha, bunlar da bildim, hamısı bildim. şey Şüşələr eləyər. yaxşıdır. Şüşələr də Qırıb çat yoxdur heç ki. bir şey yox. Hamısı da işləyir. Yan aynalarda düymə ilə qalxır dördü. Bəli, dördü də, hamısı. Dalda. Oturacaqlar da dəri salondur. Dəri salon. Üstünə çol çəkmisiniz. Hə, qızdırıcısı var. hamısı. Arxalarında qızdırıcısı Bəli, var. arxalarında hamısının. 7 yerin 7-sində qızdırıcısı var. Qəşəng, işi təmiz, Hə. luka çıxdı, yəqin ki yaxşı işləyir. Bəli, işləyir. Belə də maşınımız normal maşındır. Əsas qiymətidir. Qiyməti də 15 yarım deyirəm. Endirmə eləsək nə qədər? Endirim də alıcıya baxır da. 15-dən aşağı düşmək olacaq. Belə baxır da. Danışmağından asılıdır. Bəli, bəli. Əsas odur sizinlə əlaqə saxlasın. Bəli, əsas. Nömrəni deyin də onda. 070 366 0595. Hansı rayondasınız? Ceyranbay rayonu. Uğurlar arzu eləyirəm. Çox sağ ol. Allah köməyində dursun sənin də. Siz də sağ olun qardaşım. Qardaş Allah xeyir versin. Sağ olun qardaş, çox sağ olun. Allah sağ Niva olun. maşınınızı. Maşınımızın il 2014-dür. Bez detaldır, kraska dəyən yerləri var addan buradan. Chevrolet Niva razakasıdır, BMW stenkaları, magnetofon, piyano magnetofon da orijinal, 6 kolonkadır. 4 dənə disk təkər təzə, Benson patpres. Maşın ideal vəziyyətdədir, içi başı hamısı yığılıb, 5 şumkasından belə içinin plojalarıdır, abufkaları, stenkaları. Hamısı üzlənibdir, 2021-də də yığılıbdır. Ümumi. 2014-ün maşını. 14-dür, bəli. Siz nə vaxtdan götürmüsünüz? Bizdə hardasa bir 3-4 aydır. Necə test satası oldunuz? Biraz işlərimiz var onunla bağlı. Deyirəm bəlkə alverinə başlayırsınız. Yox, alverçi deyilik, biraz işlərimiz var, başqa bir sahə var onunla bağlı. Ona Allah görə. işinizdə Sağ sizə olun, uğurlar Çox sağ olun qardaş, çox sağ olun. diləyirik. Alandan sonra xərciniz oldu mu? Xeyr, maşınıza? heç bir xərc tələb eləmir, xərci də yox. Yox, elə necə almısınız o Bəli, vəziyyətdə? necə almışam elə o vəziyyətdə. Sənədi etibarnamədir yoxsa aformut elətdirmisiniz? Etibarnamə ilə. Vaxtına var. Var. Texniki Sığorta baxışınız- hamısı təzə olunubdur, hər şey var. Təzə Texnik olunubdur. baxış sığorta var. Hamısı, hər şey, texnik pasportda var, sənədlər də qaydasındadır, hər bir şey. Motor 140 min göstərir, 140 eləmi? min, Nə bəli, qədər orijinal davamı deyə bilmərik. Öyle orijinaldır. Proyektdə dala çəkilməyibdi. Motorda yağ Heç, azaltmadır, heç bir şey, səsdir. heç bir şey yoxdur, heç bir şey yoxdur. Korobkadır, motordur, diferdir, hamısı ideal vəziyyətdədir. Korobkası da yaxşı. Hamısı, hər şey. Kondisioner yoxdur bunlarda? Yox, kondisioner yox. Diferlər necə? Diferləri salamatdır. Hamısı da Səsi işləyir. yoxdur. Kardanlar da üstündədir, qalqabaq razakası da işləyir, hər bir şey qaydasında. İstədiyin vaxt Bəli, birləşdirirsən. istədiyin vaxtda hara istəsən sürə bilər. Benzini çox işlədər onda. Normaldır, yox. Yaxşıdır. 12-13 işlədir yoxsa? 12. Chevrolet razakasıyam biraz az işlədir benzini. Ona görə Təkərlər təzədir elə hamısı bilən. dördü də diski Altda təkər. zədə yoxdur polda. Heç bir şeyində. Üstü nətərdə alt deyirlərdi, çəkində göz qabağında. Dəyişən deyirsiz heç nə yox. Qapı, krel, kapot. Heç nə dəyişməyib. Kimsə desə nəyisə dəyişib. Kraska vurulub amma Bəli, deyirsiz. kraskalanıbdır, bəli. Kraska dəyilibdir. Şüşələr də təmizdir. Hamısı Bensondur orijinal deyirsinizin Benson ön patlı. aynası. Bəli. Orijinal. Ştil yaxşıdır. Yan aynalar düymədir. Hamısı, Hə, düymə ilə qalxırlar. hamısı. Əlavə aparatura sistemi necə? Elektron, xeyr, 6 kolonka bir dənə də orijinal magnetofondur. Aha. 6 Oturacaq. kolonka orijinal, Aha. magnetofonu orijinal. İçi də 5 şum konulub, atido yığılıb, içi 5 şumkasından belə. Aha, Hər bir oturacaqları da dəyişdirmisiniz. Bəli. Oturacaqlar da BMW deyirsiniz. BMW-dir hamısı. Düymə ilə idarə olunan Bəli, oturacaqlar. elektrondur, bəli, hamısı. Belə maşınımız yaxşı maşındır. Bəli. Əsas qiymətidir, eləmi? Bəli, Qiymətini deyək. qiyməti bəli. 10800-ə deyirik. Yönləşərik, razılaşarıq. Son fikir 10-durmu yoxsa Yox, ondan yuxarı. hansı Ondan- rayondasınız? Riyallar, Tərtər rayonunda. Əlaqə nömrəsini deyə bilərsiniz? 055 459 77 44. Allah xeyir versin. Çox sağ olun qardaş, Siz də var sağ olun. olasınız. Qardaş, Allah xeyir versin. Sağ ol. Maşınımız Chevrolet Aveo. Aveo.
Buyur, məlumat ver bilək necə maşındır bu maşın? 1.4 motordur, Benzindir. benzindir. İli nədir maşınımızın? 2011. Siz nə vaxtdan işlədirsiniz? Mən 1 ildə almışam. Aformut eləmisinizmi? Yox, Etibarnamədir. Etibarnamədir. Satıb, Vaxtı qurtarmadı. yox, təzədən bir də İkincisini almısan. almışam. Yiyəsi narahat adam deyil. Bundan əlavə də motoru 12 ayda yığdırmışam. 2000 motoruna 1000 manatda xadavoyla. Pul qoymusan. 4 dənə təzə təkər. Çürüyü, pası, heç nəyi yoxdur. Motor kaplı, yağ yemir. Bundan əlavə. Texniki baxışı, sığortası varmı? Texniki baxışı da var, sığortası da 10 gün deyil keçdiyi. Texniki baxışdakı noyabr ayında. Qəşəng. Motor deyirsən yaxşıdır. Motordakı Korobkası necə? Motor yaxşı olar da 2000 lopma qoyubdu. Motor solastı. İndi bir dənə olur ki 4000 də qoyursan alınmır. Ya bu 2000 qoyubdu. Özüm zapsaslarını özüm alıb gətirmişəm. Yo, mən o vaxt 4000 xərc çəkdim, heç nə də alınmadı. Motoru dəyişdim axırda. Ona görə deyirəm. Yox, bu Öz başıma gələndən danışıram. bildim, başa düşdüm. Korobkası mexanikadır. Necədir korobkada Mexanikadır. vəziyyət? Atma var. Korobka yox, korobka super. Elə bir korobkanı keçirirsən 3-ə, keçir 5-ə. Yerləri səhv salırsan. Korobkada günah yoxdur. Korobka barmaqla. Tulla özü istəyir, ürəyi istəyir ki, keçsin. Qranatlar necədir? Qranatları. Qranatları bomba kimi. Səs-küyü yoxdur qranatların. Səs-küyü yoxdur. Peredokun milikdə yaxşıdır. Peredoku Yırdırmaq lazımdır yox, peredoku. demirəm 1000 manat peredoguna xərcləmişəm, 2000 manatdan motoruna. Kuzadakı Zavaskoy Kuzadır. Təkərlər yaxşıdır elə bilirəm. Təkərlər Amma kalpaklandır. Sadə disklər. sadə disklər. Altı necədir? Çürüyü pası var polunda. Polunda yox, alt üstündən yaxşı. Qapı, krel, kapot hansılarını dəyişilir? Dal heç biri dəyişilmir. Zavaskoy öz şeydir. Dal buferində prosto biraz şeydir. Yüngül kraska işi gedəsdir. Maşınımıza kraska vurulubdumu? Yox, bez Zavoddan gələn kraskadır. Bez kraskadır. İndi elə bilirəm ki, bax müəyyən yerlərində zədələr var. Bax, bunun maşını Zədələr neyirmişlər? yüngül Buralarda görsən belə yüngül batıqlarda burada da kapotun üstündə də balaca. Onda yəqin ki, qonşunun uşaqları nervlənib mənə gəlib yumruğu vurub çıxır. Allah uşaqlara dəyməsin. Gələcəyimizdilər. Şüşələri təmiz. Dördü də düymədir, yan aynalar. Yox, arxalar Əllə qalxır. əlləndir. Şitin üstü təmiz, oturacaqlar parça. Yaxşıdırmı? Təmizdirlər, oturacaqlar. Kondisioner yaxşı işləyir. Kondisioner buz kimi. Monitoru da var hətta. Bir də maşınımıza deyirsən nə qədər sürülüb? 280 min? 274 min. Qiymət neçədir? Qiymət 8500-ə deyirəm. 7500-ə istəyən olsa verək getsin. 7500-ə yox. 1000 manat endirim eləyək lan. Mən 9-a demədim abi. Döndü o sənin öz Ancaq məsləhətin. otur sür maşında, yəni başımla Əsas o cavab əlaqə deyəm. saxlasınlar da, ola bilsin ki, yumuşaldı. Maşına başımla cavab deyəm də, yəni motor təzə yığılıbdı, kaplı yağ yemir. Baba güzgü də burada çatlayıb, güzgüsü. Güzgüsü, yan güzgüsü. Ondakı maşınla da barter eləyərəm, prosto Gəl bunu sataq, sonra özünə yaxşı bir maşın alarsan. yaxşı bir maşın deyəndə yaxşı bir maşın almaq üçün də elə üstünə yəni 3000-4000 manat pul qoyasan da yəni. Ay sağ ol, bəli. Kim istəməz ki? Əlaqə nömrəsində zəng Kim eləsinlər. istəməz ki, yaxşı maşın sürməsin? İstəyirsən ki 8000-ə, 9000-ə satasan, gedəsən 15 minlik maşın sürəsən. Əlaqə nömrəsini deyin. Əlaqə nömrəsi 051 469 8801. Öz nömrəni də yəqin ki. Yox, qonşunun nömrəsi. Hara gəlsinlər? Hara gəlsinlər? Gəlsinlər Yevlağa. Uğurlar arzu eləyirəm qardaşım. Yevlaq şəhərinə gəlsinlər. Meronun yanına elə orada aformut eləsin getsin. Yox, aformut eləməsə də olar, problem yoxdur. Yəni çünki aformut özünə olan adam yaxın adamdır, yəni hava istəsə generalını verə bilir, başa düşsənmi? Narahat adam deyil. Uğurlar arzu eləyirəm qardaşım. Sağ olun. Sağ ol. Allah köməyin olsun çəkdiyinə görə. Bu istidə gəlib bizi burada işıqlandırdığına görə. Həqiqətən də istidir. Sağ ol qardaş, sağ ol. Sağ ol. Var ol.
Qardaş Allah xeyir versin. Sağ ol qadınam, sağ ol. 012 deyilən maşınımız. Bəli. Buyurun məlumat verin. Maşının olan 2004 16 klapanlandır. Heç bir problem də yoxdur maşında. Nə vaxtdan sizinkidir bu maşın? Bu maşın məndə hardasa 1 il olmaz da, yəni az olar, yəni 1 il olmaz. İl neçədir? 2004 16 klapanlandır. maşını. Hə. Bunun heç bir problem də yoxdur. Sənədi nədir? Aformutdum, etibarnamədir. Hamısı öz adıma. Öz adınız olan maşındır. Bəli. Texniki baxış, Təzə sığorta. olub hamısı, bir ayda olub hamısı. Qəşəng. Alandan sonra xərcləriniz nə olub? Nə Alandan sonra düzəltdirmisiniz? yağını, suyunu dəyişib sürmüşəm. Belə başqa da şey heç nə. Bir dənə də təkərlərin dördündə təzə alıb qoymuşdum üstünə. Yalandan, yəni o qoyulur. Qabaqlar düzdür yaxşıdır, arxalar biraz Zəiflikdir. Yəqin arxalar işləmiş təkər olub, ha, yoxsa? yox, təzə prosta baxmadan sürülən maşındır. Bu maşın iş edir, heç nə edəcək belə maşındır. Mühərriki yığdırmadınız. Motoru Motor yığdırmadınız. 16 qlapanın heç bir problem yox. Yağ azaltmır. Heç bir problem yox. Səsi yaxşı. Hamısı ideal vəziyyətdədir. Karovkada vəziyyət necə? Karovkadakı super vəziyyətdədir. Atma səsi yoxdur ki. Xeyr, heç nə yoxdur. Öndə vəziyyət necədir? Pedokda. Hamısı təzə, onun təzə yığılıb. Hamısı ustadan təzə çıxan maşındır, belə pis maşın. Qranatları Hamısı, dəyişmisiniz. heç bir problem yoxdur maşında. Heç bir problem. Təkərlər dedik, altı necədir? 6 gül kimidir maşın. Usta var, Çürüyüb, gəlsin, pası. baxsın. Heç nə yoxdur. Boyama var, yamada qaldırıb baxsın, eləsin. Nə ilə deyib baxa bilər. Dəyişilənlər, qapı, Maşın heç krel, nə. kapot. Heç nə, alandan nətərdə elə də. Yox, siz alandan demirəm də, indi əvvəlləri də olsun. Əvvəldən valla göz qabağımda da mən başım alvesi deyirəm bir şey deyəm ki, başım çıxır. Alanda heç soruşmadın ki, ay qardaş, bunun nəyin dəyişib? Yəni alandan dedi heç nə dəyişmir. Yəni mən alanda maşın qapıda yatmış maşındır, sürülməyən maşındır. Az sürülüb də evdən. Allah eləsin dəyişilməsin. Hani Amma kraska vurulmuşdu. onlar da indi kraska yalan deyirəm. Onlar gör neçə maşın, 2004-ün maşınıdır. Elə Təbii olar. ki. 2004-dən 22 İnsan özü il. də deyirsən dərmanı atmasan özün sağlam olamısan. Maşın da elədir da. İndi də elə biləm kosmetik işləri var, eləmi? Kosmetiklərin Gözəlləşdirmək qabağında bu ferdə var belə. Yəni qalan 5-ində kraskası tullanmayıb bir şey eləmir. Hamısı üstündədir. üçün ön alın şüşəsində də çatlar var. Bir dənə də ön qabaqda var, hə, şüşədə biraz çat var. yan aynalar təmizdirmi? Bəli, bəli. Dördü də düymədir. şüşələr. Aha. Bəli, 4 də şüşə ilə. İşləyirlərmi? Bəli, bəli. 4 də işləyir. Hamısı da işlək vəziyyət. Şitin üstündə züngül var idi, elə güclü bir şey yoxdur. Oturacaqlar da yaxşıdır oturacaq. Bəli, oturacaqlar hamısı yaxşı vəziyyət, içi səliqəli vəziyyətdədir. Maşınınız normal maşın. Normal maşın, gündə sürülən maşındır. Qiyməti neçə? 5300-də deyirəm. Endirim eləsək neçə? Aşağı yeri olacaq. Gəlsin alanla satanın arasında aşağı yeri olacaq. 4-5-ə vermədiniz. Yox, heç mən 4-5 minə də vermərəm baxım. Mən dedim Elə? qiymətə mən bunu uzaqbaşı 100-200 aşağı verərəm, bəs eləyər. Hə, bayaq çünki oğlan gəldi elə bildim Yox, deyəsən. o alverçidir də gəlir, onun O işi. təklifə Onun verməyəsiniz. işi odur. Hərən bir işi. De, 500-ə gəldi, deyirəm. Gəldi, qardaş gəldi. Almadı, elə soruşub gedirik. Alverçilər, nə alverçilər də Hə, mən. çox da sənin maşını istəyən çoxdur. İstəyən çoxdur, düzdür, amma indi görürəm biraz məni şax görürlər, deyirlər şaxdan indi, amma belə də demir ki, şaxda. Ola bilər ki, izləyicilərdən də istəyən oldu. Oldu Onlara canım 051 226 00 96. Bu vaxtı zəng edə bilər. hansı rayona gəlsinlər? Yevlaxdan. Uğurlar arzu Sağ ol edirəm. qadanım. Allah razı olsun. Sağ olun, var olun. Siz də sağ olun. Çox sağ olun. Xeyirli uğurlu olsun qardaş. Sağ ol qardaş, sağ ol. Maşınınız Mercedes. Mercedes YK 1988 3 dizel. Sənədlər Ay, tam maşallah. qaydasında. Motor nömrəsi, kuzan nömrəsi. Düşman Peredok. 88 ilə elə biləm rastlaşmamışdım mən. İlk Hə. dəfədir. Luku işləyir, Peredokda çox şey təzə, Çaşka Ferodo təzə. Yüngülvari xəşləri var. Nə vaxtdan sizdədir? Artıq 1 il olar. Sənəd formutdurmu, etibarnamədirmi? General Davensandır. Vaxtına var. 2 ay zat qalıb vaxtında onda puldan köməklik eləyəcəm. Aformut elətdirməyinə mi, yoxsa Hə, form etməyinə köməklik əvvəlki eləyəcəm. sahibini tap etibarnamə almağa mı? Yox, mən puldan köməklik eləyəcəm ki, form eləsin, adına keçsin. Hə, lap yaxşı. Texniki baxış, sığorta. Texniki baxış aprelin 26-sına qədər gələn il. Sığorta oktyabr ayına, noyabr ayına belədir. Xərcləriniz nə oldu maşınınıza? Maşında xırda xərclər var. 100-150 belə xırda xərclər var. Hazırki xərclər. Bəli, bəli. Siz hazırda. özünüz nəsə xərc çəkdiniz? Peredoku təzə yığdırmışam. Tiaqalar, şaraboy hamısı təzədir. Çaşka Ferodo vücumlu hamısı təzədir. 3 dizeldir. 3 dizel. dizel. Yığdırmadınız. Motor xeyr yığdırmamış. Yağ Məndən qabaq azaltması- sahibi yığdırmışdı, o yığdırıb vermişdim. Yağ azaltması nə Xeyr, qədər? xeyr, heç bir problemi yox. Səsi yaxşıdır. Yaxşıdır. Nə qədər yanacaq yandırır? Trasda hardasa $107, arada da 9-10 belə. Kondisioner yoxdur da bunlarda. Yox, kondisioner yoxdur. Pes. Korobkası nədir? Korobka 5-də atmağı yoxdur. Mexanik Bəli, korobkadır. bəli, atmağı yoxdur. Arxa çəkən maşında da Bəli, difer bəli. də var. Diferdə problem yoxdur. Diferdə xırda bir səs var. Bunu düzəltməkmi, dəyişməkmi nəsə olurmu, yoxsa heç Dəyişmək ehtiyac olur. yoxdur? Dəyişmək olur, amma ancaq 4-cü skorda xırda səs eləyir. Elə də narahat edici bir səs yox. Altı necədir? Çürük var. Xırda var indi, biraz köhnə maşındır. Xırda bir iki yerində var.
Real baxan adama razılaşmaq olar. Öndə vəziyyət necə? Perodokda. Periodda çox şey təzə dəyişilib. Daş Çox kəsəli hissələr. yolda səs eləmir ki. Yox, yox, heç bir səsi yoxdur. Tiaqalardır, Mahavikdir, Şaraboydur, hamısı təzə qoydumuşam. Təkərlər elə biləm zəifliyib. Biraz təkərlərdə zəiflik var. Maşınımızın müəyyən yerlərində kosmetik işləri var. Hə, var. Dəyişilən bəlkə də var. Eləmi qapı, Olar, tel, kapot. bilmirəm, yəqin ki olar. Ön alın şüşəsi də çatlar var, 2-3 dənə. Şitin üstündə də çatlar var. Yan şüşələr əlləndi. Aha, hə. Əllə. Oturacaqlar necə? Parça salon. Üzdüklər normaldır. Altında xırda yoxdur cırıq. Harda? Özünün orijinallarında. Baxmamısan orijinallarına. Yox, baxmamışam, elə belə olub. Belədən luku da açıqdır, işləyir Hə, deyirsiniz. işləyir. İndi kimisə xoşu gələrsə sizinlə əlaqə saxlasın. Qiymətini deyin. 4300 manat deyirəm, o sənəd işində də köməklik eləyəcəm. 4300. Nə qədər? Sənədinə də bir 400 manatdan az sənədinə Hə, versin. keçəcəm ona da. Real alandan razılaşma olar. 3500. Verəkmi 3500-dən? Dediniz 150 manatlıq da xərci var. Olar, razılaşma olar. Harasındaydı xərc demədik, eləmi yoxsa dedik? Xərc xırda şeylərdir. Məsələn, tros qırılıb, sürət ölçən göstərmir. Sonra qapı açılanın biri içəridən qırığı var, o açılmır yaxşı. Xırda ancaq 5-10 manatlıq belə xərcləri var. 3500-ə verək, aparsın öz nəyi var düzəltdirsin. Hə, olar. Hansı rayondasınız? Beyləqan rayon. Əlaqə nömrəsini deyin gəlsinlər. 050 396 9353. Allah xeyir versin. Sağ ol. Siz də sağ olun qardaşım. Qardaş Allah xeyir versin. Çox sağ olun, Allah razı olsun. Maşınımız Vaz 21 099. 99 bəli. Buyurun məlumat verin. Bilək İli necə maşındır? 2003-dür. 2003 maşını. Bəli, injektor motordur. Üstündə kosmetik işi var. Qalan hər bir yeri salamatdır. Nə vaxtdan sizinkidir bu 3 maşın? ildə özümdədir. Aformutelno, Bəli, öz adımadır. texniki baxışı, sığortası. Hamısı təzə oldu. Alandan sonra xərcləriniz nə oldu? Bu yaşlarımız ancaq olub təkər dəyişmək, yağının sonra. Təbii ehtiyacları. Mühərrikini yığdırmadınız. Yox, yığılı gəlmişdi, hələ də yaxşıdır. Yağ azaltması, səs. Heç bir şey yoxdur, tərtəmiz. Səsi də yaxşı mühərrikin. Hər bir şey qaydasında. Korobkada vəziyyət necə? O da normal, qəşəng. Atması yoxdur. Xeyr, yoxdur. Öndə vəziyyət, perodokda. O da zavoddur. Daş kəsəli yolda səs eləmir ki. Heç bir şey yoxdur. Sakit maşındır. Səssiz, Ekran. səmirsiz. Zavod. Əl dəyməyibdir Yox, ekranla. yox. Hə, nə gözəl. Dəyməyib. Maşınımızın təkərləri yaxşı deyil. Petlaslı 4-ü də. Yaxşıdır, var mı? Diski təkər bir yerdə alınıb vurulub üstünə, bəli. Altında yarısı isə də yox. yoxdur. Heç bir şey, Kolunda, altı çürük, tərtəmiz, pas. tərtəmiz. Bir Dəyiş- üstündə də. Dəyişilən qapı, krel, kapot. 3 il məndə olmayıb. Məndən qabaq indi olubsa bilmirəm. Şübhələnmirsinizmi ki, bax kreldə Yox. zədəv olub olmayıb? Baxanlar da deməyib hələ ki, yəni belə bir şey var. Əvvəllər kaska vurulmuş olar amma yəni. Yağın ki vurulub da, indi 2003-dən belə qalmaz da. İndi də solan yerləri var. Hə, bəllidir ki, mən dedim, kosmetik işi var. Aha, şüşələri yaxşıdır. Yaxşı da hamısı. Qırıq-çat yoxdur ki. Heyf, heç birində qırçat yoxdur. Əllə Qabaqlar qalxır. podyomnikdir. Ha, düymə ilə Hə, qalxır. arxalar əlləndir. Qapılar hamısı İşte üstündə zədə var yəqin. yox, çuxullanıb. yox, yox. Heç. Özüm vurmuşam elə bir ki, gün yayda gün yandırmasın. Oturacaqlar yaxşıdır. Hamısı süzülmə, cırıq Heç yoxdur bir ki. şey yoxdur. Tərtəmiz salonu var. Normal maşın. Normal maşındır. Sadəcə bir də kosmetik ehtiyac var. Qiymət Üstündə. neçə? Qiyməti 5300 deyirik. 5300-ə deyirsiniz, Deyir. endirim eləyək. Yağın ki olar da. 4800. Yox. 5-dən aşağı düşməyəsiniz. Yox. Hansı rayondasınız? Göyçay. Əlaqə nömrəsi. 050 442 13 81. Adım da Allah- Kamrandır. Allah xeyir versin Kamran qardaş. Çox sağ olun, Allah razı olsun. Siz də sağ olun. Sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ ol qardaş, çox. Kia Rio il 2006, bez detal, 1.5 turbo dizel motor, kondisioner, klimat kontrol, 4 qapı podyomnik, İl neçə idi? 2006. Siz nə vaxtdan işlədirsiniz? Maşın 1 ildir məndə. Etibarnamədir? Bəli, bəli. Vaxtına varmı? Təzə almışam etibarnamə. Texniki baxışı, sığortası. Texnika bax, sığorta hamısı təzə olunub etibarnamə ilə bir yerdə. Qəşəng. Alandan sonra xərcləriniz nə olub? Xərclərimiz xadavoyuna zadında, motorunda, korobkasında heç bir problem yox. Motorun kubu neçədir onlardan? Neçə motor gedir? 1.5 turbo. 1.5 dizeldir. Bəli, bəli. Kondisioneri işlək vəziyyətdə. Mühərrik necədir? Mühərriki Yağ azaltması, səsi. ideal vəziyyətdə, heç bir problem Bilmirsən, yox. açılıb, yığılıb. Açılmağa deyəndə motor bez nömrə yazılıb sənəddə. Dəyişilib görürsən motor. Dəyişilmir, bez nömrə yazılıb. Aha. Zavod motoru, bez nömrə. Yəni Korobkası bez nömrə mexanika. 5 manata yazdılar, ona görə qeyd elədim. Korobkası mexanikadır. Və mexanikadır, atmağa heç bir problem yox. Önə 5-dirmi bunlarda, yoxsa 6-dır? Bəli, 5-5. Atması səsi yoxdur. Heç bir problemi, səsi yoxdur. Kondisioner işlək vəziyyətdə. Nə qədər yanacaq Zavodskoy yandırır? salon. Yanacaq sərfiyyat. 100-ə hardasa 4,5.
Qranatların vəziyyəti necədir? Hamısı ideal vəziyyətdə. Səs-küy yoxdur ki, Xeyr, pedokun. xeyr. Altı necədir? Altı da normal. Harası çürüyüb- deyil, yox, nəsə çürüyüb- zədələnə. Yox, zədəsi də yox, çürüyüb pası heç nə yox. Təkərir zəifliyib belə biləm, ha? Təkər bir dənə sanki tərəfdə zəifliyib. Onu da Maşınınız- real alıcıya qiymətindən çıxaram. Maşınımızın dəyişlərini bilmirsiniz. Zavod Qapı, bez kril. detal, bez detal, hər bir şey. Cavab deyim. Kraska vurulub. Kraska oradan buradan kusok cızığa görə. İzbor kraskalanmayıb. Şüşələr yaxşı. İdeal Qırıq çatı vəziyyətdə. yoxdur ki? Qırığı çatı heç nə yox. Dördü də düymə ilə qalxır. Bəli, bəli. İşləyirlər yəqin ki. Hamısı. İştin üstü təmiz, Üstündə oturacaqlar. çartı yox, oturacağında cırığı yox, Oturacaqlar, söküyü parça yox. salonu yaxşıdır. Belə də maşınımız normal maşındır. Qardaşımız deyir ki, istəyən olsa bizlə əlaqə saxlasın. Qiymətini deyin. Qiyməti 9000-ə deyirəm, real alıcıya endirim eləyərəm. Yəni maşının yanında telefon söhbət deyil. Yəni ay telefonda yığır. Bizə deməyəsən də neçədir? Endirimin neçə olduğunu Yəni deməyəsən. maşının yanında gələr real alıcı ilə danışaram. Yaxşı endirimli yoxsa? Qəşəng endirim edir. İnşallah. Əlaqə nömrəsini Yəni gələn adam əli boş qaytarmaram əlimdən gəldiyi qədər. 050 719 79 04. Hansı rayon? Ağcabəd rayon. Uğurlar arzu edirəm qardaş. Çox sağ ol qardaş. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Sağ olun. Sağ olun. 06 maşındır sizinkidən. Aha. Buyurun məlumat verin. Bilək necə maşındır? İli 90'dır qadanam. Qadı Motor, görməsiz. motor Nivanındır, bez nomer yazılıbdır, rol hidravlikadır. Salon səliqəli yığılıbdır, səliqəli aparatura sistemi var. İl 90. İli 90. Siz nə vaxtdan işlədirsiniz? Hardasa 1 ilə yaxındır. Etibarnamədir, formutdurmu? Etibarnamədir, Davernislandır generalni. Vaxtına var. Hə, var hələ var. Texniki baxışı, sığortası. Hamısına var. Hardasa bir 5 ay, 6 ay vardı onların da vaxtına. Alandan sonraki xərcləriniz nə olubdu? Nə düzəltdirmisiniz? Salonuma xətt çəkmişəm, üzdən üzə yubka kraska eləmişəm. Motoruna heç baxdırmadınız? Motor elə dəyişilib, tex pasporta yazılıbdır. Necədir indi motorda vəziyyət? Motorda normaldır, yağ yemir, yağ azaltmır. Səsi də yaxşı. Səsi də yaxşıdır. Korobkası necə? Korobka 5-dir. Atma səs, Yox, yox. diferent səsi. Yoxdur səsi. Altı necədir? Polo. 6 da salamatdır. İlinə Çürüyüb pası. Yox, ilinə görə salamatdır, yaxşıdır. Danqrat yerləri varmı? Bəli, bəli. Öndə vəziyyət necədir? Daş kəsəkli yolda səs eləyir. Xeyr, xeyr. Təkərlərdəki normaldır da, yoxsa? 50%. Aha, işlətmək olar. 50% hə, var. Yəni, Qalanı yarısı soruşaq da 90-dan yəqin ki dəyişilər. Qapı, kril, kapot. Olar, yəni məndə olmayıb, ola bilər məndən əvvəl Bilmirsiniz amma hansılardır, hə? Yox, bilmirəm onu. Kosmetik işlər var yoxsa yaxşı? Kosmetik yox. Kosmetika təzə çıxıbdır kraskadan. Yəni üzərinizə kraska vurulur. Şüşələr necədir? Qırığı çatı yoxdur şüşələr. Xeyr, xeyr. Yəni yuxarıda yüngül. Hə, sərnişin tərəfdə. Hə, sərnişin tərəfdə yuxarıda 5-6 sm çatı var. Yəni o da gözə görsən. Şit yaxşıdır. Qırıq çatı yoxdur şitdə. Təzədir. Təzədir, Şiti sağlamdır. Oturacaqlar da 07. 07-dir, 2011-07-nin üstündən çıxıb. Hə, normalı oturacaqlardır. Normaldır, səliqəlidir, salamatdır. Aparatura da var. Aparatura səliqəli səs sistemidir. 4 dənə kolonkasıdır, bir suliteridir. Orijinal Pioneer magnitofonla. Maşınımızın qiyməti neçə? 3800-ə deyilir. Endirim eləsək Endirim də olacaq inşallah real adı. 3400. Olar. Hansı rayondasınız? Goranboy rayon Nizam kəndində. Əlaqə nömrəsi? 077 365 17 00. Allah xeyir versin evdir. Sağ ol qardaş, çox sağ ol. Sağ ol. Allah yaxşı olar. Olsa qardaşa qismət olasın. Qardaş xeyirli olsun. Çox sağ olun. 06 maşınınızı satırsınız. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır? 98-in maşınıdır, yəni Karovka 4-dür, Mostunda səs yoxdur. Başqa Sizdə nə vaxtdandır? bizdə hardasa bir ildən çoxdur. Əsgər gedirəm deyə satıram indi. Sağ-salamat get gəl inşallah. Çox Allah sağ ol. bütün əsgərlərimizi qorusun. Çox sağ olun, çox sağ olun. Texniki baxışı, sığortası. Hərəsinə bir 6 ay var. Texniki baxışda 6 ay var, sığortaya da. Maşın da öz adımdadır. Aformut olunub öz Bəli, adınıza. bəli, öz adımdadır. Hə, lap yaxşı. Polnu dolu Alandan maşın. sonra xərcləriniz olubdumu? Nəsə düzəltdirmisiniz? Bəli, bir dənə qabaq krillanı dəyişmişəm, vəssalam. Motor 06-dır. Bəli, 06 motor. Necədir? Yağ azaltması, Heç səsi? bir şey, heç nə yox, saat kimi işləyir. Bilmədin nə zaman yığıldığı? Yox, onu bilmirəm. Çoxdandan yığılıb, yəni mən Korobkası necə? 4-dür, Karovka 4-dür. Atmağı zadı yox. Atma səsi yoxdur ki. Xeyr, xeyr.
Difer necədir? Difi salamatdır, yəni pis vəziyyətdə deyil. Səsi ulamaz zat, heç nə yoxdur. Səsi yoxdur ki? Yox, 1 qram da yoxdur. Altı necə polo? Polu heç çürüyü yoxdur. Bir yerdə var idi çürüyü, onu çıxartdırmışam. Danqırat yerləri salamat? Bəli, salamat. Gül kimi də. Daşkəsəli yolda sürəndə səsi küyü çox olur mu? Heç bir şey yoxdur, səs küyü yoxdur heç. Pedok normaldır. Bəli. Təkərlərdəki normal deyil. Təzədir, təkərlərini də təzə alıb vurmuşam. Aha, təkərlər də yaxşı. Bəli. Maşınımızın bir də sərnişin tərəfdən kreni dəyişdirmisiniz. Bəli, bəli. O bir detallarından bilmirsən. Xeyr, mən dəyişdirməmişəm. İndi köhnə maşın 98 maşında indi kimsə dəyişərsə deyənmərəm. Dəyişmiş olar. Bəli. Kosmetik işi var yoxsa yaxşıdır? Kosmetik işi belədir ki, bir dənə arxa qapıda yüngül şey var, göbələyi var, o çıxmalıdır. Yəni ondan sonra başqa heç nə problem yoxdur. Şüşələr salamatdır, qırıq-çat yoxdur ki. Xeyr, xeyr, papreslər salamat. Necə? Şitdə yoxdur ki, ləkəsi çatı. Yüngül çatı var, yüngül. Ha, sərnişin tərəfdə. Bəli, bəli. Oturacaqlar yaxşıdır. Yaxşıdır, bəli. Belə də normal maşındır. Qiymət neçə? 5-5-ə deyirəm, razılaşmaq olar. Ha, qiymətini baha deyirsən, eləmi? Bəli, bəli. Son fikir 5-dir yoxsa? Olar. Real alıcı ilə danışmaq olar 5-ə. Bəli. Əsas oda əlaqə saxlasınlar. Bəli, bəli. Əlaqə nömrəsini xatırladın? 050 593 81 91. Hansı rayondasınız? Ucar rayonu Xalaş kəndi. Uğurlar qardaşım. Çox sağ olun. Siz də sağ olun. Qardaş, xeyirli uğurlu olsun. Sağ ol, çox sağ ol, minnətdaram. Mitsubishi. Mitsubishi Pajero 2.8 intercooler. 4matikdir, razdatkaları yerli yerində qoşulur. Blokirovkası da var. 3 palageniyada bilənlər bilir indi bunu. 3 palageniyası var. İli neçədir? İli 94-dür. Siz nə vaxtdan işlədirsiniz? Hardasa 1-2 ildir məndədir. Aformutdurmu, etibarnamədirmi? Etibarnamə ilə də yaxın adamlarla problem deyil, daveniz. Yəni satsaq 1 illik etibarnamə verə biləcəyik? Bəli. İstənilən vaxtda mobil nömrəmi götürəcək, əlaqə saxlayacaq, 1 illik onlayn şəkildə yazıb göndərəcək. Texniki baxışı, sığortası? Hamısının vaxtına var. Alandan sonra xərcləriniz nə oldu? Alandan sonra gördüyünüz kimi 4 dənə təkər vurmuşam altına. Bir də yağın, suyun salyarkasını töküb sürmüşəm. Mühərrikdə 2.8 dizel mühərrik. Bəli. 2.8 mühərriki nə zaman yığdırdınız? Bir dəfə yığdırmışam, onda öz səhlənkarlığım olub. Suyuna baxmamışam, qızdırmışam ondan sonra. İndi yaxşıdır? Bəli. Yağ azaltması, səsi? Xeyr, heç bir şey yox. Normal işləyir mühərrik? Bəli. Bunlarda problem motor olur, onu da öz əlimdən çıxartmışam. Korobkası avtomat korobkadır? Bəli. Gecikməsi, vurması? Xeyr, heç bir problem yox. 4 çəkərdir deyirsiniz. İstədiyin vaxt qoşursan. Əllə qoşulur da bunlar? Bəli, əllə qoşulur. Bunlar da əllə. Qəşəng. İlinə görə bunlar da əllə də, tokla deyil. Diferlərdə necə? Diferlərdə qəşəng, super. Səsi filanı yoxdur Heç ki? bir səsi yoxdur. Altı necədir? Altı gül kimi. Ramadda bunlarda? Bəli. Bunlarda hamısı qalın dəmirlə. Nəsə çatdı, çürükdü, yoxdur ki elə bir şeylər? Xeyr, heç bir şey yox. Maşınımızın önündə vəziyyət. Ümumiyyətcə maşında səs-küy yoxdur ki, daş kəsəkli yolda gedəndə. İndi cüzi səs-küyü var qabağında, onlar da dəyişməlidir. Rezinlərində də problem? Bəli, rezin deyil, yox. Bir-iki dənə şey var, onlardan nəzər alacağam, bundan çıxacağam, dəyişdirəcəyəm. Alan adam özü dəyişdirsin. Təkərləri də ki, normaldır, yoxsa yaxşıdır? Bəli, təkərlərinə 680 manat pul vermişəm bunu. Elə deyirəm, istəyirdim onu soruşam ki, bahalı təkər oxşuyur bunlar. Bəli, Rottweiler təkər alıb durmuşam da bunu altına. Maşınımızın da dəyişilərini soruşmayaq. Yəqin ki, nəsə dəyişilər yoxsa? Qapı, krel, kapot. Məndə olan müddətdə heç bir şey dəyişmir. Hazırda da kosmetik işləri var, elə bilirəm. Bəli, kosmetik işləri var. Mən bunu dağa, dəriyə düşüb çıxmağa almışam özüm üçün. Bunu onsuz da kraskaladıb kola-kosa salsan yenə. Aha. Amma bozaran yerləri də var da, onlar var. Belində də var, ələtəyində də var. Ön alın şüşəsində də ortadan da çatı var. Hə, var. Yan şüşələr düymədirmi? Hamısı. Dördü işləyirlər yəqin ki. İçərisidəki şitdə necə? Şitdə problem yoxdur ki? Yox, çəkə bilərsiniz də, yaxından çəksiniz. Şitin üstünə nəsə yığmısınız, işıqlar filan. Maşınınız doldurub gəlmişsiniz, elə bil ki, harasa köçürdünüz. Pastayan da belə olur bu. Eləmi? Ancaq gəzməklər filan da. Lap yaxşı. Oturacaqlar çıxolludur, tabi bilmirik. Altı yəqin ki, normal olar. Altı özündür, zavatskoy. Qiymətini soruşaq da, çox yorduq sizi. Qiyməti alan şəxsə real qiymət deyim, yoxsa nətər? Elə deyim ki, qiymətdən Vallahi nə bilim, indi eləsi var başlanğıc deyir, endirim eləyir. Eləsi var konkret qiymət sonunu deyir. Necə istəyirsiniz yəni? 7000-dir. Endirim eləməyəsiniz. Elə olunacaq. 7000-dən endirim də eləyəsiniz. Bəli. Yanacağını demədik, nə qədər yandırır onu da. Yanacağı 11, 12. Baxır o sən sürməyinə də. Kondisioneri olan maşındır bunlar. Kondisioneri var, prosta gərək qoşasan. İşləmir, hə.
Əlaqə nömrəsində deyin. 51 650 1080. Hansı rayondasınız? Bərdə. Uğurlar arzu edirəm Çox qardaş. sağ ol, minnətdaram. Allah canını sağ eləsin. Təşəkkürlər. Sağ ol. Qardaş xeyirli olsun. Çox sağ olun qardaş, canınız sağ olsun. 06 maşınınızı satırsınız. Bəli, satırıq. Buyurun, məlumat verin. Bilək necə maşınınız? 2004-ün 06-sıdır. Korobka 5-dir. Yəni bu maşın mostunda heç bir şeyində problemi yoxdur. Nə vaxtdan sizin maşındır bu maşın? 3 il yarım olar məndədir. Aform olunubdur öz adımadır, bəli. Hazırda texniki baxış sığortası? İkisi də yeni keçibdir, yeni təzələnibdir. Sənədlər qaydasındadır. Qaydasındadır. Sığorta da Texas motorun keçibdir. 3 il içərisində yəqin ki, xərc çəkərsiniz. Xərcimiz elə də olmuyubdur maşına. Heç elə bir xərcimiz olmuyubdur. Mühərrik Yağı 06-dır. heç nə. Bir şey olmuyor. Mühərrik 06? 06-dır, bəli. 06, motor 06-dır. Yığdırmadınız? Korobka 5-dir. Heç əslində yığılmıyor, xeyr. Yağ azaltması, səsi? Yağ azaltma yoxdur, motor yağ yemir. Səsi də yaxşı? Səsi də yaxşı, hər şey qaydasında, normaldır. Korobkanın atması, səsi? Xeyr, korobka atmır. Difer necə? Difer səs yox. 6, altında sürü deyilən şey yox. Olmuyor heç, yoxsa olanlar çıxıb? Yəni, vapşı olmuyor. Danqrat yerləri varmı? Danqrat yerindədir, bəli. Öndə vəziyyət necədir, Peredokda? Peredok təzə yığılıbdır. Səs-küy yoxdur, daş kəsəli yolda? Xeyr, səs-küy yoxdur. Təkərlər yaxşı? Orta təkərə, yəni nə yaxşı, ortadır. Dəyişilənlər, qapı, krel, kapot? Dəyişilən detal yoxdur, bir dənə qabaq kurlo rənglənibdir. Bir də arxada kurloda biraz rəng dəyən yeri var. Yəni rənglənibdir, yəni dəyişilən detal yoxdur. Kosmetik işləri necə? Kosmetikası göz qabağında hər şey yaxşıdır. Kraskaya ehtiyac yoxdur ki? Yəni belə vəziyyətdə məncə yoxdur, amma yəni kraska ehtiyacı yoxdur. Yəni kraskası gözəlləşdirmək istəyən müəyyən yerlər. Yəni onlar parlovka ehtiyacı var maşının. Şüşələr necədir? Padyomnikdir şüşələrdə. Ön şüşələr Ön şüşələr padyomnikdir. Qapı pult sistemindən bağlanmadır. Arxa bagaj pultla açılır. Ön alın şüşəsində bir dənə çıxdağı var, sədəf boyda. Bəli, orada bir dənə yeri var. Şiştin üstündə də elə biləm zədələr var. Şişdə də saat, yüngül saatlar var. Oturacaqlar yaxşıdır. Əslində yaxşıdır, oturacaqlar yaxşıdır, lap yaxşıdır. Aparaturası da var, yoxsa? Aparatura kolonkalar var, arxa kolonkalar yaxşı, 600 manatlı kolonkalar qoyulubdur. Maşınımızın öz dəyəri neçə? Maşın dəyəri mən 5700 demişdim, 5-5-ə razılaşmadım. Yəni almaq istəmirlər 5-5-ə? Almaq istərlər 5500-ə, mən 5-7 demişdim. Yəni hansı ki 100 manat üstə razılaşmadıq, belə oldu. İndi 5500 izləyicilərdən verən olsa verək? Verən olsa bazarın axırları yəqin ki vermək olar. Yox, efirdən zəng eləyəcəklər məsəl üçün. İnşallah bu gün satası olmasanız. Satılmasa 5-5-ə verəcəm. Hansı rayondasınız? Oğuzda yaşayıram. Əlaqə nömrəsi xatırladın. 050 656 17 93. Allah xeyir versin. Çox olun, canınız sağ olsun. Siz də sağ olun. Dəyərli izləyicilər, videomuz sona yetir. Bazar yavaş-yavaş dağılır, havada istidir deyə biz də gedirik. Bilmirəm kiminkidir, amma qəşəng Nivadır. Siz də maşın almaq, satmaq istəyirsə, buyurub gələ bilərsiniz.